Xoş gördük əziz dinləyicilər. Bilirsiniz ki, Azərbaycan Respublikasının prezidenti məhz ADA forumunda bir neçə açıqlamalar verdi ki, bunun biri barədə mən sizə məlumat vermişəm. Əlbəttə, müxalifət olasan, iqtidar olasan fərqi yoxdur. Mənim vəzifəm kimisə tərifləmək yox. Amma nəzərinizə çatdırım ki, İlham Əliyev region üçün və regionda bəzi məqamlar üçün çox kilit bir insandır. Onun sözləri, onun fikirləri çox maraqlıdır. O da belə forumlarda bəzən öz sözlərini və fikirlərini və hətta regionda olan vəziyyəti onun fikirləri ilə analiz etmək çox maraqlı olur və qiymətləndirmək istəyən, qazanmaq istəyən insanlar da bundan çox şey qazana bilər. Mənim üçün maraqlı olan məsələlərdən biri məhz Azərbaycan prezidentinin Ukrayna-Rusiya müharibəsinə qayıtması və bu barədə fikir bildirməsidir. Əvvəla İlham Əliyev çox peşəkarlıqla bir gülüş obyektinə çevirdi. Rusiya və Ukrayna müharibəsində belə bir söz dedi. Dedi, nizam-intizam yoxdur. Bu nə ordudur? Burada Rusiya nəzərdə tutuldu. Bilirsiniz ki, Rusiya eşkəllərlə artıq hücuma keçməyə başlayıb. Eşkəllərlə hücum edir, avtomobil 06-larla, 07 ilə, UAZ-la artıq nə gündə olduğu, Rus ordusunun nə kökdə olduğunu bəllidir. Hər kəs bilir ki, bu müharibədə nizamlı, intizamlı tərəf Ukrayna tərəfdir. Amma nizamsız tərəf Rusiyadır və İlham Əliyevin burada çox gözəl açıqlaması oldu ki, bu nə nizamdır? Gəlin bizdən, yəni 44 günlük müharibədən dərs alın. Belə bir açıqlama verdi. İkinci, bildirdi ki, biz Rusiyanın işğal etdiyi torpaqları tanımırıq. Bu çox önəmlidir. Belə bir məqamda bu çox önəmlidir. İlham Əliyevin dilindən çıxdı ki, bilirsiniz ki, əvvəllər bu söhbətləri çox da getmirdilər üzərindən. İndi mən bunu sizin üçün itokun çıxartmağa çalışacağım. Bildirdi ki, biz işğal edilmiş Ukrayna torpaqlarını tanımırıq. Yəni Rusiyanın işğalını tanımırıq. İndi deyir, Rusiya necə eləsin ki, işğal etdiyi və konstitusiyasına saldığı torpaqlardan çəkilsin? Çəkilə də bilmir. Və bunun da yaxşı bir izahını verdi ki, çəkilə bilmir. Yəni Rusiya özünü çox ağır bir vəziyyətə salıb, oradan çıxa bilmir. Əslində qalsa bunu demiş oldu. Amma bizim burada nəticə çıxardacağımız məsələlərdən biri nədən ibarətdir? Əvvəla İlham Əliyev birbaşa bildirdi ki, biz Ukrayna torpaqlarını dəstəkləyirik. Rusiya işğalçıdır. Rusiyanın işğal etdiyi torpaqları ifadəsini işlətdi və bunu işlətmirdi. Bu çox vacib bir məsələdir. İkinci də ki, bizim buradan nəzərdə aldığımız və qiymətləndirdiyimiz, fikrinə hörmət etdiyimiz və bizə mesaj olan tərəf nədir? Mesaj olan tərəf ondan ibarətdir ki, İlham Əliyevin bu formada açıqlamaları bizə deməyə əsas verir ki, artıq Putinin imkanı qalmayıb. Artıq Putinin tükəndiyi əslində qalsa İlham Əliyevin açıqlamalarında da bizim üçün bir mesaj oldu. Mən ən çox əlbəttə buradan qiymətləndirirəm, məsələyə bu formada qiymət verirəm. Bu günləri Rusiyanın bitməsini biz İlham Əliyevin dilindən eşidə bilərik. İlham Əliyevin bu formada Ukrayna tərəfdən danışması, Rus ordusunun nizamsız olduğunu göstərməsi, Azərbaycanın 44 günlük müharibəsində sizə işarə etməsi və Rusiya özünü ağır bir vəziyyətə keçdi. Bu torpaqları öz konstitusiyasına daxil edib. İndi necə imtina etsin bundan? Bu formada açıqlamaları bizə onu deməyə əsas verir ki, həqiqətən artıq Azərbaycan hökuməti də Rusiya milli siyasəti ilə Putinin bitdiyini anlayır. Açıqlamasında da budur və artıq Rusiya ilə iş görmək yox, yeni formatda əsasən Amerika ilə, İsrail ilə və Türkiyəyə doğru yönəlib. İnşallah ki, Azərbaycan hökuməti Avropaya da yönəlməli, Avropa ilə münasibətləri isti etməli. Bu bizim xeyrimizə olar da əlbəttə. Yəni, bütün bu çıxışlardan onu deməyə əsasımız var ki, Rusiyanın tükənməsi artıq göz qabağındadır, Putin hökumətinin getməsi göz qabağındadır. Bu İlham Əliyevin açıqlamalarında da öz əksini tapmış oldu. Təşəkkür edirəm.